Həm sizə, həm özümə ilahi təqvaya riayət eləməyi, təqvalılardan olmağı, gizlin və aşkar Allahdan çəkinməyi tövsiyə edirəm. Quranda düşünənlər mövzusu ilə əlaqəli, Quranla düşünənlər, Quranla təfəkkür eləyənlər, Quranla tədəbbür eləyənlər mövzusu ətrafında söhbətlərimiz davam edir. İnşallah bu ildə həmin söhbətlərimizi hissə-hissə davam elətdirəcəyik. Bu ilin ilk cümə xütbəsin inşallah bu cür başladıq. Getdikcə də Allahın izni ilə mövzularımız genişlənəcək, dərinləşəcək. Və bu söhbətimizdə mən bir Quran ayəsi ətrafında sizinlə söhbət eləmək istəyirəm ki, bir Quranın ayəsini qoyaq qarşımıza, onun haqqında düşünək. O dillərə papaqlı qoy qabağıva fikirləş. Biz gərək hər cümə bir Quran ayəsini qoyaq qarşımıza, başlayaq fikirləşməyə. Nə demək istəyir Allah bizə? Nə mesaj verir Allah bizə? Nə eşitdirir? Necə eləyək? Düşüncəmiz bu ayə ilə uyğun olsun. Ali İmran surəsində 79-cu ayədə uca Allah buyurur ki, مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللّٰهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةِ Buyurur, heç bir insana yaraşmaz ki, Allah ona kitab, hökm və peyğəmbərliyə ailəsin. Deməli, söhbət kimdən gedir? O insan ki, Allah ona peyğəmbərlik verib. Peyğəmbərlərdən söhbət gedir. Heç bir bəşərə yaraşmaz ki, Allah ona versin nə? Kitab, hökm və peyğəmbərlik. İndi nə yaraşmaz ona? Uca Allah davamında buyurur. ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُ عِبَادًا لِي مِنْ دُونِ اللّٰهِ Sonra o insanlara belə desin ki, Allahı buraxıb mənə ibadət eləyin. Allahı bir kənara qoyub mənə ibadət eləyin. Ona yaraşmaz yəni bu sözü desin. Və lakin, amma Allah buyurur, lakin kunu rabbaniyyin. Onlar insanlara deyərlər ki, Rəbbçi olun, Rəbbpərəst olun, Allahpərəst olun. Bu ayə bizə bir konsepsiyanı bəyan eləyir. Peyğəmbərlik konsepsiyasının izahını verir. Biz də düşünməliyik bunun haqqında. Bu ayə bizə öyrədir ki, peyğəmbərlər gəlmədi ki, insanları peyğəmbərpərəst eləsinlər. Gəldilər ki, insanları Rəbbpərəst, Allahpərəst eləsinlər. Rabbiyin, Rabbaniyin üzr istəyirəm. Yəni Rəbbçi, Allahçı olsun insanlar. Peyğəmbərlər bir ömür özlərini zəhmətə saldılar. İmamlar, Əhl-i Beyt ailəsi hamısı zəhmət çəkdilər nəyin uğruna? İnsanları Allahpərəst eləsinlər. Həqiqətpərəst eləsinlər. Allahçı eləsinlər. Peyğəmbərlər göndərildi ki, insanlar onların vasitəsilə Allahpərəst olsunlar. Şəxsiyyətpərəst deyil. Hətta peyğəmbərpərəst də yox. Diqqət edin, demədi Peyğəmbər ki, mənə gəlin ibadət eləyin. Dedi, gəlin Allaha ibadət eləyin. Quran müşriklər arasında yayılmış bir xurafi ənənəyə, yəni şəxsiyyətpərəstliyə, insanların ilahlaşdırılmasının qarşısını almağa yönəlik fəaliyyətə başladı. İslamdan əvvəlki dinlərin ən böyük xətası nə oldu? Ümmətlərin ən böyük xətası nə oldu? Məsələn, Həz. Musanın ümmətinin, Həz. İsa'nın ümmətinin xətası nə oldu? Öz peyğəmbərlərin ilahiləşdirdilər. Allah səviyyəsinə qaldırdılar. İkonalaşdırdılar. Onların şəxsiyyətinə pərəstişə başladılar. Ən böyük küfür onda baş verdi. Quran həmin o qövmlərin təkrar səhvi bizdə olmasın deyə bizə xəbərdarlıq eləyir. Ki, mən Peyğəmbər göndərmədim, siz İsa pərəst olasınız. Mən göndərdim, İsa sizə Allaha tanıttırsın. Nəinki İsa'ya deyəsiniz, bu Allahın oğludur. Ya Həz. Musası, ya Həz. Yəhyası. Var, müəyyən dinlər var ki, məsələn, Həz. Yəhyanı belə ilahiləşdirib Allah oğlu deyənlər var ona. Müəyyən Allahın yer üzərindəki təcəllası deyənlər var. Əhl-i Beytin də içində kifayət qədər bu cür cərəyanlar var. Danışacağım inşallah hamısı haqqında sizə və sonra görəcəksiniz ki, bizim öz içimizdə də nə qədər normal yanaşdığımız məsələlər əslində şəxsiyyətpərəstlikmiş, Qurana ziddiymiş. Onları bir-bir inşallah çalışacağım, izah edeyim sizə. İslam dini ən erkən dövrlərdən niyə mübarizə ilə üzləşdi?
Peyğəmbər başladı İslam dininin hökmlərini insanlara bəyan eləməyə. Düşünürəm, mən arada oturub düşünürəm ki, yaxşı, bu qədər gözəl din niyə rahat qəbul olunmadı? Niyə Peyğəmbəri öldürmək istədilər? Başladılar mübarizə aparmağa. 13 il Peyğəmbərin başına açmadıqları zülüm qalmadı. Axı adam niyə də gəlib sənə nə deyir ki? Ən gözəl sözləri gətirib sənə bu Peyğəmbər. Nə işin var oyla? Niyə mübarizə aparırsan Peyğəmbərlə? Niyə öldürməyə çalışırsan, daş atırsan, təhqir edirsən, tərəfdarlarını öldürürsən? Məcbur qalır, çıxsın Məkkə-i Mükərrəmədən, hicrət eləsin. Niyə? Bir səbəbi də budur ki, Peyğəmbər şəxslərin ilahlaşdırılmasının qabağını aldı. Onlar bunu istəmirdilər. Onlar istəyirdilər bəzi qəbilə başçıları, nə bilim alimləri, ravvinləri, cadugərləri, bütləri, osu, busu ilahiləşsin. Peyğəmbər gəldi dedi, bu cansız bütdür, bunun heç bir sizə xeyri yoxdur. Nə danışırsan sən? Bu ilahi bir, nə bilim, təcəlladır, bu ilahi bir neymətdir, belədir, elədir. Peyğəmbər gəldi, başa saldı ki, bu səhvi sizdən əvvəlki dinlər elədilər, sizdən əvvəlki peyğəmbərlərin qövmləri elədilər, peyğəmbərlərinin şəkillərini çəkib asdılar, ikonalaşdırdılar, küfrə düşdülər, şirkə düşdülər. Siz bu səhvi eləməyin. Peyğəmbəri, Allahın müqəddəs dinini yayan insanları, bunları Allah səviyyəsinə, Allah dərəcəsinə qaldırıb onların şəxsinə pərəstiş eləməyin. Peyğəmbər bunun qarşısını aldı deyə Peyğəmbər nə ilə üzləşdi? Təzyiqlə üzləşdi. Allah heç bir peyğəmbərə bu məqama, yəni peyğəmbərlik məqamına insanları dəvət eləsin deyə vermədi. Yəni bu məqamı insanları özünə dəvət eləsin deyə vermədi. Məsələ bu deyil ki, biz imamın ziyarətinə gedəndə, peyğəmbərin ziyarətinə gedəndə onun özünə görə gedək. Biz peyğəmbərimizi də ziyarət eləyəndə peyğəmbərin özünə görə gediriksə böyük xəta işlədirik. İmam Əlinin ziyarətinə gedəndə imamın özünə görə gediriksə böyük xəta işlədirik. Bu İslam məntiqi ilə səhvdir. Biz Əli əleyhissalamı da, biz Peyğəmbəri də sevməyimizin ən birinci səbəbi bu olmalıdır. Ondan o tərəfəsə heç nəyə qoymalı deyilik. Ən birinci səbəbi budur. Onlar bizi Allaha tanıtdırıblar. Onlar Allah yolunun bələdçiləridir deyə sevməliyik. Peyğəmbərlərin ilk işi də, axır işi də insanları xalis tövhidə dəvət eləmək olub. Xalis tövhidə, Allahpərəstliyə dəvət eləmək olub. Əvvəli də bu olub, ortası da, axırı da. Özləri sadəcə tövhidə aparan yolun bələdçiləri olub. Biz onları bələdçi olaraq sevirik. Biz onları bizim hidayətimizə vasitə olan olaraq sevirik. Biz onları bizim Allahı tanımağımız üçün zəhmət çəkən insanlar olduqları üçün sevirik. Biz İmam Hüseyni ona görə sevirik ki, bizim islah olmağımız üçün, Allaha çatmağımız üçün şəhid oldu. Bizim Allahı tanımağımız yolunda Əmirəl-Möminin zəhmət çəkdi. Ona görə o kişilər bizim üçün dəyərlidirlər. Bəli, sonra onların şəxsiyyəti də qiymətlidir, sonra onların özlərində də seviləsi tərəflər çoxdur. Amma ən önəmli seviləsi tərəfləri budur ki, onlar bizə Allahı göstərmək üçün əziyyət çəkirdilər. Bizi Allahpərəst eləmək üçün əziyyət çəkirdilər. Onlara itayət onların özünə görə deyil. Peyğəmbərə, əmir sahiblərinə, imamlara itayət onların özünə görə deyil. Ona görədir ki, onlar Allah yolunun bələdçisidirlər. Yəni, onları Allaha itayət olaraq itayətdən keçir deyə onlara itayət eləməlisən. Yəni, nəticəyə çatasan deyə vasitəyə də itayət elə. Məsələn, tutaq ki, adam bir maşının içinə oturanda, o maşının içində oturmaq məqsədi ilə maşına oturmur ki. Mənzil başına çatmaq üçün maşına oturar, məsəl üçün. Bələdçi ilə yol çıxırsansa, sənin bələdçi nə qədər yaxşı insandır, çox gözəl. Amma məsələ bələdçinin özü deyil, məsələ ünvana çatmaqdır. Allah da ən gözəl bələdçiləri seçib göndərib bizə. İnsanların çoxu da elə burada çaşdılar. Başladılar o gözəl bələdçilərin özünü ilahlaşdırmağa, onları Allahlaşdırmağa. Ona görə də təəssüf olsun ki, məsələn, Həzrət İsa əleyhissalamın tərəfdarları bu ciddi səhvə yol verdilər. Onların Peyğəmbərin möcüzələrini görüb, o möcüzələrin Allahdan olduğuna inanmaq əvəzinə dedilər, Həzrət İsa Allahın oğludur. Allaha oğul nisbət verdilər, onu Allah məqamına qaldırdılar. İndi düşünərsiniz ki, bunu xristiyanlar eləyib də, bizə nə də biz xristiyanıq. Bilirsiniz bizim içimizə nə qədər sızdı o xristiyan düşüncəsi. O qədər sızıb. Mən sizə nə qədər desəz misallar çəkə bilərəm ki, nə qədər içimizdə o şirk düşüncəsindən içimizə sızan nə qədər elementlər var. Bir adam niyə ikonalaşdırsın, öz maşınına Mir Mövsüm Ağanın şəklini qoysun, misal üçün. Niyə? Mir Mövsüm Ağanın ziyarətinə bəlkə də burada məndən çox gedən adam yoxdur.
Misal üçün deyirəm ha. Demək olar ki, hər ay o ağanın ziyarətindəyəm. Olduqca çox istəyirəm o ağanı. Onun mən dəyərli insan olmasının əyanı şahid olmuşam. Onun Allah yanında böyük qiymətə sahib olmasının özüm əyanı şahid olmuşam. Ona görə onun məzarını çox istəyirəm. Orada gedib saatlarla da otururam, dua da eləyirəm, rahatlıq tapıram onun məhzərində, onun huzurunda, mübarək məzarı kənarında. Amma onun şəklini maşına qoymaq nə deməkdir? Şəkil səni qoruyacaq düşüncəsi. Bu elə həmin o ilahiləşdirmədir. Yəni bu elə həmin o şirkdir. Yəni adam şəkildən mədəd umur. İmamların şəklini çəkib düzdülər bəzən. Şükür Allah ki, dində yığışır həm də olsun Allaha. İnsan şəkili ikonalaşdırdı. O xristianların səhvini biz də başlayırıq yavaş-yavaş buraxmağa. Bizdə də bu baş qaldırdı. Şəkilpərəst olmağa başladıq, şəkildən mədəd umduq, bir növ şəkili qorunan bir talisman kimi özümüzə qəbullandırmağa çalışdıq. Bütün bunlar hamısı nəyin göstəricisi oldu? İlişdik qaldıq şəxsin özündə. O şəxsin bizi aparacağı ünvan yaddan çıxdı, ilişdik qaldıq şəxsin özündə. Bu təhlükə işte müsəlmanlardan yan keçmədi. Ona görə də şəxsiyyətpərəstlik İslam dünyasında ən ciddi düşmənçiliklərə yol açdı, problemlərə yol açdı. Allah nəsib eləsin bu cümə müqəddimə. Gələn cümələrdə mən bunun ziyanların, sizə psixoloji ziyanların, ictimai ziyanların açıqlayacağım. Bilirsiniz niyə səbəbi nədir? Elə düşünməyəyə bu bizdə yoxdur. Ola bilər sizin çoxunuz, ola bilər yox elədir, sağlam düşünən insanlarsınız. Bunların ziyanlı olduğunu bilirsiniz. Nəyin tövhid, nəyin küfür, nəyin şirk olduğunu ayırt eləyə bilirsiniz. Amma bilirsiniz, İslam dünyası bugün nə qədər qarışıb bir-birinə. Bu günləri əhl-i sünnə qardaşlarımızın da içində kifayət qədər var. Əhl-i şiyyənin də içində kifayət qədər var. Bu şirk elementləri, ağam müqəddəsdir, ağam ilahi şəxsiyyətdir. Baxırsan ki, görürsən o cemaatlıqlar, təriqətlər, cərəyanlar var cürəbəcür. Qaçır, yol gedir təsəvvür edin adam. Maşının ətrafında yüzlərlə insan. Adam ən bahalı maşında oturub, yüzlərlə adam sürü kimi düşüb bunun dalıcan. Maşına təbərrük eləyən kim, mən nə bilim, dalınca qaçan kim, üzünə baxmağı, baxırsan belə qəribə vəziyyət yaranır. Niyə insanlar düşdü bu səviyyə? Niyə bir müsəlman toplum Allahpərəst olmaq əvəzinə oldu bir şeyxpərəst? Oldu bir alimpərəst, oldu bir insanpərəst. Niyə düşündü ki, bu adam məni Allahla barışdıracaq? Mən bunun qabağında, öz alimin qabağında tövbə edirlər, ha olar. Təsəvvür edin, bir cərəyan var, doludur, minlərlə tərəfdarı var. Milyonlarla, milyardlarla pul kapitalı dövrəyə elətdirir bunlar. Adam dəhşətə gəlir ki, müsəlman dünyası bugünə mi düşdü ki, belə insanlar bu boyda kapitalı idarə edirlər, insanları rahat aldada bilirlər, rahat dolaya bilirlər cəmaatı. Hamısı nədən irəli gəlir? Quran məntiqindən xəbərsizdir. Alim kimi dəyərli olsun da. Məqsəd niyə alimə pərəstiş eləyim? Gəl alim olsun, alim kimi dəyərli. Hörmətin saxlayım, dəyərin saxlayım, sözünə qulaq asım, dinləyim, nəticə çıxardım. Niyə pərəstiş eləyim onun şəxsiyyətinə axı? Nə mənası bunun? Nə verir mənə bu? Niyə alimləri döyüşdürək? Bu alim, bu bilirsən nədir? O alim bilirsən nədir? Bu ondan güclü, o bundan güclü. Filan kəs, mənim atam sənə toğa döyər, o uşaq vaxtı eləyirdi. İndi də onu çevirmiş bir başqa variantı. Şəxsiyyətpərəstlik yıxdı sürdü İslam evini. Ağa nə dedirsə düz dedi. Bax, budur bax problem. Yox qardaş, ağa düz söz deyə bilər. Mən demirəm, ağa yalan danışır. Ya ağalar yalan danışır. Mən də deyirəm ki, bəli, ağalarımız düz sözlər çox deyirlər. Amma o demək deyil, ağa olduğuna görə sözünü qəbul edirəm. Xeyr. Onun sözü nə qədər ki, Quranla uyğundur, gözüm üstə. Onun sözü nə qədər ki, Əhl-i Beytin mirası ilə, Əhl-i Beytin sünnəsi ilə, Peyğəmbərin sünnəsi ilə uyğundur, gözüm üstə. Amma elə ki, məsələn, məni buradan, Qurandan kənara çəkəcək və mən bunu başa düşəcəm, burada artıq onun dalınca gedəcəmsə, deməli, mən şəxsiyyətpərəstəm. Mən baxıram, Quranı oxuyuram və Quran əsasında tanımaq istəyirəm insanları. Alimi də Quran əsasında tanımaq istəyirəm. İmamımı da Quran əsasında tanımaq istəyirəm. Çoxuna bu sərf eləmir, öldürür özünü ki, siz cəmaatı çaşdırırsınız, deyir. Bizə deyirlər, siz Quranı önə atmaqla cəmaatı çaşdırırsınız, yoldan azdırırsınız və s. və ilaxır. Quranilərin deyir, sözünü təkrar edirsiniz. Halbuki mən Quranilərin ən böyük müxaliflərindən biriyəm. Ən böyük müxaliflərindən biri ilə mən özüməm Qurani təfəkkürünün, Qurani düşüncəsinin. Amma mən bunun da bu əqidədəyəm ki, biz ilk növbədə zehnimizə Qur'anı bir
aksiyom olaraq otuzdurmalıyıq. Quran bizim üçün ən birinci kompas olmalıdır. Quran bizim üçün istiqamət göstərici olmalıdır və Qurana baxaraq biz tanımalıyıq şəxsləri. O adamlar ki bizi Allah pərəst eləyir, o adamların sözünə qulaq asmalıyıq. O adamlar ki dolayı yollarla Quranı istifadə eləyərək, hədisi istifadə eləyərək, əzadarlığı, onu bunu istifadə eləyərək bizi dolayı yolla qaytarır şəxsiyyətpərəstliyə, onun qabağında dayanmalıyıq. O məsələləri aldamamalıyıq. Allah özü bəyan elədi ki, mən Peyğəmbər göndərməmişəm ki, Peyğəmbər gəlsin desin ki, mənə ibadət eləyin. Peyğəmbər gəlib deyir ki, Allah pərəst olun. Həmişə də biz o adamların qədrini bilək, o adamları dəyərli bilək. Onlar həqiqi alimlərdir ki, və bugün də kifayət qədər var. Allah hamısın canın sağ eləsin, dünyasını dəyişən alimlərimizin də ruhunu şad eləsin ki, bizi Allaha yönəldiblər, bizi Allaha tanıtdırıblar. Bizə həqiqi dini dəyərləri aşılayıblar. Allaha həmd olsun ki, şükür Allaha ki, artıq sağlam düşünən insanlarımız kifayət qədər çoxalır. Quranı oxuyan, Quran üzərində düşünən, Quran məntiqi əsasında düşünən insanlarımız çoxalır. Əhl-i Beytin həqiqi sünnəsini, Əhl-i Beytin marifini öyrənməyə çalışan insanlarımız çoxalır və nəticədə də tövhidçi insanlarımız çoxalır. Allah nə qədər biz tövhidə bağlı olsaq, Allaha bağlı olsaq, Allah pərəst olsaq, inandırım sizi ki, uğurlarımız günü-gündən artacaq. Uğurların artmasının ən böyük səbəbi tövhidçi olmaqdır, Allahçı olmaqdır, Allah pərəst olmaqdır. Allaha yer verdiyimiz qədər heç nəyə və heç kimə yer verməməkdir. Həyatımızın ən önəmli mərkəzində Allahı saxlamaqdır. Ən dəyərli yerdə Allah olmalıdır. Ən böyük məqamda Allah olmalıdır. Həyatımızın mehvəri Allah olmalıdır. Bunu eləyə bilsək, Allah pərəst olsaq, inanın ki, 1-ə 5 qat uğur da qazanacaq. Həm dünyada, həm də axirətdə inşallah. Allah bizi Allah pərəst olub, onun üçün çalışanlardan, onun uğrunda yaşayanlardan qərar versin inşallah. O peyğəmbərlərimiz ki, o imamlarımız ki, o alimlərimiz ki, əziyyət çəkiblər, bizə Allaha tanıtdırıblar, bizi Allahla tanış eləyiblər. Allah onların da məqamın uca eləsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar. İnna şaniyaka